Kərbəla şəhidləri, öz şəhidlərimiz haqqında salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Bu məclisi təşkil eləyən başda Hacı Eldar olmaqla bərabər hər kəsin əziyyəti, zəhməti olubdur. Bu məclisi təşkil ediblər, iştirak ediblər. Onların da özlərinin, ailəsinin səlamətliyi üçün salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Sizlər də təşrif gətirmişsiniz. Öz səlamətliyiniz üçün salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Allah Teala bizləri Əbülfəz ağa ilə məhşur eləsin, salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Hel ata alal insanu hinun minel dahri lem yekun şey'en mezkura. هل أتى على الإنسان حين من الدهر لم يكن شيئا مذكورا. إنا خلقنا الإنسان من نطفة إنا خلقنا الإنسان من نطفة أمشاج نبتليه من نطفة أمشاج نبتليه فجعلناه سميعا بصيرا. إنا هديناه السبيل إما شاكرا وإما كفورا. إنا هديناه السبيل إما شاكرا وإما كفورا. إنا أعتدنا للكافرين سلاسل وأغلالا. إنا أعتدنا للكافرين سلاسل وأغلالا وسعيرا. إن الأبرار يشربون من كأس كان
يشرب بها عباد الله يفجرونها تفجيرا يوفون بالنذر ويخافون يوما كان شره مستطيرا ويطعمون الطعام على حبه مسكينا ويتيما واسيرا إنما نطعمكم لوجه الله إنما نطعمكم لوجه الله لا نريد منكم جزاء ولا شكورا لا نريد منكم جزاء ولا شكورا صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار صلوات اللهم صل على محمد وآل محمد. Qarabağımızın azadlığı uğrunda canlarını fəda vermiş igid, cəsur, qəhrəman şəhidlərimizin ruhlarını salavatla yad edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Cümlə məscidlərin xüsusilə ibadət etdiyimiz İmam Həsən əleyhissalam adına olan bu məscidin ilk günündən bu gününə qədər ərsəyə gəlməsində, inşa, təmir, bərpa işlərində sözü ilə, pulu ilə, fiziki baxımdan əməyi keçən əzizlər olub, dünyasını dəyişənlərin ruhlarına, qalanların səlamətçiliklərinə salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Zəmanə İmamı, ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunun təcilinə, bizlərin o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin. Rabbi şrah li sadri və yessir li əmri və hlul uqdeten min lisani yefqahu qavli. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Allahdan diləyək, etdiyimiz duaları, qıldığımız namazları bu mübarək ayda Peyğəmbər Salavatullaha nisbəti verilən Şaban ayında tutduğumuz orucları ali dərəcədə bizdən qəbul eləsin. Allahdan diləyək, Allah dünya və uqbada bizi Quran və Əhl-i Beyt əleyhimussalamlardan ayrı salmasın. Dilimizdən Allah zikrini, qəlbimizdən nuru, bir göz qırpımı belə əskik etməsin. Möhtərəm cəmaatımız, əziz möminlər, möminələr, səsimizi eşidənlər, doğrudan da bu günlər çox əzəmətli və mübarək günlərdir.
ümumən Şaban ayı öz-özlüyündə şəhrun şərifun, aramızda tələbə qardaşlarımız, elm əhilləri, ustadlar, müəllimlər var. Onlar əhlidir, bilirlər. Peyğəmbər Salavatullahın məşhur Şaban ayı barəsində dediyi kəlamlardandır ki, bir gün Peyğəmbər Salavatullah səhabəni toplayaraq qala Rasulullah sallallahu aleyhi və aleyh Şaban şəhri və Ramazan şəhrullah buyurdu ki, Şaban mənim ayımdır, Ramazan isə Allahın ayıdır. Fəmən samə yawmən min şəhri fəkuntu ləhu şəfi'an yawməl qiyamə. Hər kəs mənim ayımdan bir gün oruc tutsa, oruc olsa, mən qiyamət gün onun şəfaətçisi olaram. Və bu ay 12 ay içərisində yeganə aydır ki, bu ayda şəhadət yoxdur. Digər aylarda həm mövlud var, həm şəhadət var. Burada incə bir nöqtəni nəzərinizə çatdırım ki, bildiyimiz kimi bu ayda 5 əzəmətli mövlud var. Birincisi, dünənki günümüz Şaban ayının 3-ü Behiş cavanlarının ağası, ümmətin 3-cü imamı, İmam Hüseyin əleyhissalamın. Bugün Şaban ayının 4-ü Qəmər-i Munir-i Bəni Haşim Babul Həvaiz Həzrət Əbəlfəzl ağanın. Sabah Allah ömürdən vəfa qılsa, yaşasaq, sağ çıxsaq, İmam Zeynül Abidin, Zeynül Sacidin, səzdə edənlərin zinətlisi, ən çox bildiyimiz kimi səzdəsi ilə Həzrət məşhurdur. Və bu ayın 11-i İmam Hüseyin əleyhissalamın böyük oğlu Əli Əkbərin və bu ayın 15-i Şaban ayının Nimi Şaban ki məşhurdur. Sonuncu hüccətimiz vəd olunmuş, gəlişi ilə yer üzərindən haqsızlığı aradan apararaq haqqı, ədalətsizliyi aradan apararaq ədaləti, zülmün, sistəmin, nifaqın kökünü kəsərək, sülhü, əmniyyəti yer üzərində bərqərar edəcək zamanə imamımızın vəd olunmuş Məhdi Əccalallahu Teala o Həzrətin doğum günüdür. Bir sözlə bir məsələni də vurğulayım. Bu ayda İmam Hüseyin əleyhissalamın mövludu var, bu ayda şəhadət yoxdur. Mühərrəm ayda yeganə aydır ki, o ayda mövlud yoxdur. Yəni, İmam Hüseyin əleyhissalamın mövludu olan ay, Şaban ayı, yeganə aydır ki, bu ayda şəhadət yoxdur. Şəhid olduğu Məhərrəm ayda 12 ay içərisində yeganə aydır ki, orada da viladət yoxdur, mövlud yoxdur. Yəni, bu 12 ayın içərisində bu 2 ayda bu özəllik tarixi statlarla mövcuddur. Bir sözlə bayramla dolu olan bir aydır. Allah bayramlarımızı mübarək eləsin. Allah bu sevgini, bu məhəbbəti, bu nuru əlimizdən, qəlbimizdən, dilimizdən almasın. Bu gecəmizin möhtərəm qonaqları var. Məddah və şair, Əhl-i-Beyt şairi olan qardaşlarımız var. O səbəbdən mən çalışdığım qədər çox danışıb sizi yormayacam. Onların fərqli-fərqli nəfəs, fərqli-fərqli səs, fərqli-fərqli söz olduğundan bu məclisimiz daha gözəl keçsin, çünki hər gülün öz ətri var. Məsələn, gül bağına girsin, Allah necə bir ecaz yaradıb. Baxırsan ki, eyni torpaqdır, amma fərqli rəng, fərqli qoxu. Məsələn, bir ağac
görsən ki, o calaq eləyirlər, ha. Ağacın bir tərəfində məsələn armuddur, bir tərəfində heyvadır. Məsələn, fərqli gülü, çiçəyi, amma onun toxumu, torpağı eynidir. Şoran torpaqda şirin də çıxır, turş da çıxır. Ona görə Allahın bu əzəmət və fil ərzi ayatun lil muqinin, yer üzərində yəqin əhli üçün dəlillər, nişanələr, sübutlar çoxdur. Amma biz bəzən əfsuslar olsun, onu görmürük, görməməzlikdən gəlirik. Demək, deyəcəyim söz bundan ibarətdir ki, bizim bu gecə Əhl-i Beyt məddahı Hacı Aydın Rıza əzizimiz, qardaşımız aramızdadır, buradadır. İnşallah Kərbəlayı Mühəbbət qardaşımız yoldadır. İnşallah ki, bu dünya yolu görsən uzun olur da, bu yol biraz məsələsi ağırdır, çətindir. İnşallah ki, binəyin içi də biraz da çətindir. İnşallah ki, gəlib o yağışdan yağmura düşmək kimi də şəhərin sıxılığından çıxırsam, biraz o aeroport yolunda biraz boşluq olur. Biniyə düşəndə təzədən elə məlum məsələdir və bizim həm gənc, həm də ki, elə məscidimizin xidmətində, o Sinəcən heyətində zəhməti keçən Kərbəlayı Əkrəm qardaşımız və Kazım əzizimiz, inşallah ki, onlar da bizim aramızdadır. Allah hamının bu yolda kimin nə növ xidməti var, Allah qəbul eləsin. İnanın, ömür çox sürətlə gedir. Hətta düşündüyümüzdən də tez gedir. Baxırsan, günü-gündən saçın, saqqalın o qaraları gedir, ağa çevrilir. Bir gün bütövlükdə ağaracaq. Amma bəzən görsən, eləsi o onunla barışmır, razılaşmır. Amma barışsın da, barışmasın da, razılaşsan da, razılaşmasın da, ömür karvanı sürətlə gedir. Ona görə çalışağın bu ömürdə nəyi edə biliriksə, onu edək. Demək, biz dünən cümə xütbəsində İmam Hüseyn əleyhissalamın viladəti ilə bağlı danışdıq. Bugün Qəmər-i Munir-i Bəni Haşim Həzrət Əbəlfəzl ağanın doğum günü olduğuna görə məhərrəmlikdə onun şücaətindən danışmışıq. O ecazkar davranışlarından, vəfa rəmzi olmasından. Amma necə olub İmam Əli əleyhissalam, məsələn, xanım Zəhra salamullah əleyhadan sonra bu izdivac eləyib və Qəmər-i Munir-i Bəni Haşimin uşaqlıq dövründəki o şücaətinə bir neçə işarətlər eləyib, sözümü inşallah onun ətrafında ilə tamamlayıb qardaşlarıma təhvil verəcəm. Bildiyimiz kimi, xanım Zəhra salamullah əleyhanın şəhadətindən sonra bir müddət müxtəlif tarix var, amma müttəfəqün əleyh deyərlər, tarixlərin üst-üstə düşdüyü bir tarix kimi göstərilir. 5 il keçəndən sonra, 5 il xanım Zəhra salamullah əleyhanın şəhadətindən sonra İmam Əli əleyhissalam Həzrəti Əbəlfəzlin Qəmər-i Munir-i Bəni Haşimin anası ilə izdivac edib. İmam Əli əleyhissalamın qardaşı Əqil nəsəbşünas idi. Məsələn, bəzi kəndlərdə görürsən, yerlərdə tayfaları yaxşı tanıyan, məsələn, bir müdrik ağsaqqal olur. Görsən, hansı nəsildən deyəndə, məsələn, deyir, bəli, o nəslin misal olaraq da yaxşı səsi olub, nə bilim, onlar hündürboy olublar. Hər nəslin o genetikası fərqli. Məsələn, birində səs var, birində səxavət var. İndi biz yaxşıları deyirik, mənfilərlə işimiz yox. Və Əqil nəsəbşünas olduğundan bir gün Əmirül Müminin Əli əleyhissalam xanım Zəhra salamullah əleyhanın şəhadətindən 5 il keçirdi. 5 il sonra qardaşı Əqili çağırdı. Çünki izdivac etməsi
xanım Zəhra salamullah əleyhanın öz vəsiyyəti idi. Can üstündə olanda tarixdə var, çağırdı Əli əleyhissalamın yanına, dedi, yəbnə ammi, əmoğlucan deyərdi. Yəbnə ammi, usikə, dedi, mən sənə vəsiyyət eləyirəm. Bir neçə vəsiyyət elədim, məqsədim o vəsiyyətnaməni oxumaq deyil. Amma usikə, əmoğlu, Əli, sənə bir neçə vəsiyyətim var. Əvvələn, ən tətəzəvvəcə min ba'di. Birinci sənə vəsiyyətim budur ki, məndən sonra izdivac eləyəsən. Çünki analarım, əzizlərim onlar daha yaxşı bilərlər. Ata nə qədər övlada qayğı göstərsə, ana fədakarlığını eləyə bilməz. Ananın fədakarlığı balıya bir başqa cürdür. Doğrudan da o dillə ifadə edilən deyil. Ona görə möhtərəm cəmaatımız, analarımız nə qədər sağdır, onların çalışağın qulluğunda duraq, onlara xidmət eləyək. Çünki biz nə qədər onların qulluğunda dayanmış olsaq da, biz onların bizə çəkdiyi zəhməti haqqını ödəyə bilmərik, əda eləyə bilmərik. Mən bir dəfə bunu qeyd elədim. Ana mövzusu hər birimizin həssas nöqtəsi olduğu üçün bunu bir daha vurğulamağı özümə borc bilirəm. Hamımız xatırlayırıq ki, analarımız bizi yuduqdan sonra, bəlkə o bələyə bükülən vaxtı yadımıza gəlməsə də, amma ağlımız kəsən vaxtda belə ayağımızdan öpüb, dəfələrlə ayağımızın altından, yəni ana balasını əziz deyəndə. Mən burada əyləşən yüzlər insanlardan, xanımlı, kişili, cavanlı, qocalı, səmimi, mərd-mərdanə, Allahla öz aramızda elə bu sualı birinci özümə verirəm. Yəni, sizi sual qismində müxatəb qərar verib demirəm. Amma mərd-mərdanə, Allahla öz aramızda cavab verək ki, sayını bilmədiyimiz qədəri ayağımızın altından öpən anamızın biz nə qədər əlindən öpmüşük? Neçə dəfə əlindən öpmüşük? Hələ ayağının altından demirəm, ha? Biz onun əlindən neçə dəfə öpmüşük? Əksəriyyətimiz bunu heç cavab vermədən söyləmək olar ki, ayağımızın altından öpdüyü qədəri heç nəinki ayağının altından, biz onların əllərindən heç o qədər öpməmişik. Ona görə ananın gərək haqqı əda olsun. Əl-qissə, əl-qərəz, xanım Zəhra salamullah əleyha dedəm oğlu Əlican, mən gedirəm, mənim balalarım qalır, sən atasan. Bunlara düzdür, həm ata olacaqsan, həm ana, amma ana nəvazişini ana tək eləyə bilmədiyinə görə dedi, usikə əvvələn ən tətəzavvəcə min ba'di. Əmoğlu Əli, sənə birinci vəsiyyətim budur ki, mən dünyamı dəyişəndən sonra izdivac eləyəsən, balalarıma ana olacaq bir xanım alasan. Balalarım anasızlıq hiss eləməsin deyə. 5 il Əmirül Müminin Əli ibn Əbi Talib tarixdə var, gözləyir. Bir gün qardaşı Əqili çağırır. Buyurur, unzur li imra'atan qad waladethel fuhula minel arab. Dedi, qardaşım Əqil, sənə bir vəkillik verirəm, bir iş həvalə edirəm ki, bu ərəb tayfaları içərisində mənə elə bir nəsildən bir xanım tap ki, o nəsil fuhulə ərənlər, cəsurlar, igidlər, qəhrəmanlar dünyaya gətirir. Dedi, mənə elə bir nəsildən bir xanım tap, o nəslin xanımları igid, cəsur, cəngavərlər dünyaya gətirir. Li'ətəzəvvəcəhə fətəlidə liğulamən farisən. İstəyirəm elə bir nəsildən, elə bir qadından izdivac edəm ki, mənə döyüşkən bir qulam
övlad dünyaya gətirsin. Fətəlidə li ğulaman farisən. Yəni vuruşqan, savaşqan bir mərd övladlar dünyaya gətirsin. Əqil ərəb tayfalarını axtarış eləyir, soraq eləyir və gəlir fəqalə ləhu təzəvvəc bi ummil bəninil kilabiyyə fəinnəhu leysə fil ərəb əşcəu min abaiha. Gəlir deyir ki, qardaşım Əli, mən soraqladım, soruşdum. Ərəb tayfaları içərisində bu kilabiyyə, Bəni Kilab tayfasının xanımları igid, cəsur, cəngavərlər, görünüşcə fiziki baxımdan iri gövdəli övladlar dünyaya gətirir. O nəsildən ailə qur. Həzrət Əli əleyhissalam qardaşı Əqili həmin deməli Hizam ibn Xalid Ümmülbənin onun ləqəbidir. Onun da adı Fatimə olub. Xanım Zəhra salamullahi əleyhanın adı ilə eyni olub. Fatimə. Əqili göndərir Hizam ibn Xalidin evinə elçi. Özü Əli əleyhissalam getmir. Əqil gəlir Fatimənin atası Hizam ibn Xalidlə danışmağa. Deyir ki, Hizam ibn Xalid, Əmirül Müminin Əli əleyhissalam istəyir sənin qızınla izdivac eləsin. Sizin fikrinizi bilmək istəyir. Hizam ibn Xalid deyir, düzdür mən qızın atasıyam. Amma gərək qızımla da, xanımla da məşvərət, məsləhət eləyəm. Allah bütün balalarımızın xoş günlərini, xüsusilə də qız övladlarımızın xoş günlərini görməyi bizə nəsib eləsin inşallah. Aramızda övladı olmayanlara Allah gözəl pay verməklə onları sevindirsin. Əqil bunu dedikdən sonra Hizam ibn Xalid ayrılır, deyir Əqil, mən sənə cavab deyərəm. Çox mütaliə eləyəndə özümü duyğulandıran bir nüans var idi. Qız atası olanlar və övladlarının o elçilik dönəmi olanlar bu deyəcəklərimi daha yaxşı hiss etmiş olar və bilmiş olar. Deməli, Hizam ibn Xalid gəlir evə bu sözü açmağa, deməyə. Deyir, evə daxil olanda otağın qapısı açıq olur. Görür ki, qızı Fatimə başını qoyub anasının dizi üstə. Anadır da şanə çəkir zülfünə, saçını darıyır. Qızı ilə anası həm söhbət olur. Bu daxil olmur, şirin söhbət anında bir qədəm saxlayır. Bu Fatimə Həzrəti Əbəlfəzlin o günüdür deyə istəyirəm hardan gəlib hara bilək deyə. Deyir ki, anacan, mən dünən axşam bir yuxu görmüşəm, istəyirəm o yuxunu sənə danışam. Ana-bala danışırlar. Deyir, ana, gördüm yuxuda mən bir bağlı, bağatlı bir yerdəyəm. Çoxlu gül, çiçək. Oradan ağacların altı ilə yuxudur da, bəzən insan görsən, heç real həyatda görmədiyi yuxuda görürsən, təsvir eləyirsən. Deyir, oradan ağaclar, meyvələr boldur. Deyir, həmin vaxtda mənim gözüm sataşır aya və ulduzlara. Deyir, öz-özümə onlara baxanda göyün əzəməti məni özündə qərq eləyir. Yəni, baxıram ulduzlara, baxıram göyə, asmana, məni qərq eləyir. Deyir, fikrə, xəyala daldığım anda artıq elə bil havadıyam. Yəni, bir dayanacaq bir yer yoxdur da. Bu göyün o əzəməti məni özündə heyrətə salmış. Deyir, bu anda gördüm, ay mənim ətəyimə düşdü. Yuxudur da, indi ana-bala danışırlar. Deyir, məsələn, necə
Həzrəti Yusuf əleyhissalam atasına yuxusunu danışır. Və iz qalə Yusufu ya əbəti, Yusuf dedi: "Ay atacan, inni rəeytu ahada aşara kawkaban və şəmsə vəl qamara rəeytuhum yəscuduni." 11 ulduz, ay, günəş gördüm, onlar mənə nə edirlər? Səcdə edirlər. Hələ bu uşaq idi, hələ peyğəmbərlikdən bir xəbər yox idi. Amma atası Yaqub başa düşdü ki, qardaşları da, mən də, anası da buna nə etməliyik? Təzim etməliyik. Deyir, anacan, gördüm, ay mənim ətəyimə düşdü və ayın ardınca 3 ulduz da, nurlu bir ulduz da mənim qucağıma düşdü. Deyir, mən elə yuxunun bu anında yuxudan ayıldım ki, Allah, bu nə məsələdir? Görən ay mənim damənimə, qucağıma düşür, əlavə 3 ulduz düşür. Bu yuxunu danışanda, aleykümselam, deyir, bu yuxunu danışanda anası söylədi ki, dedi, qızım, bu böyük bir xəbərin və eyni zamanda Cəlilül Qədr, çox qiymətli biri ilə sənin izdivacına işarətdir. Və o izdivacdansa 4 övlad, biri ay təki və 3-ü də ulduz təki olmasına işarətdir. Deyir, ana bala bunu danışanda atası qızı yuxusunu danışıb bitirəndən sonra daxil olur və İmam Əli əleyhissalamın bunların qızına elçi düşməsini deyəndə anası dolumsunur, tarixdə var. Deyir ki, Hizam ibn Xalid, bu dediyin söz doğrudurmu? Yəni, Əmirül Müminin Əli ibn Əbi Talib bizim qızımıza elçi düşür. Axı biz hara, o hara, imamətə etiqadı varmış, əqidəsi varmış. Deyir, bəli. Məhz bu izdivacdan Qəmər-i Munir-i Bəni Haşim və 4 oğul Fəzl, Cəfər adlı 4 oğul bu Fatimədən, Ümmülbənindən dünyaya gəlir. Və hətta tarixdə var, xanım Fatimə Zəhranın şəhadətindən 5 il sonraki izdivac eləyib və 10 il keçir üstündən, 10 il övladları olmur. Bu Fatimədən, Ümmülbənindən 10 il sonra, izdivacdan 10 il sonra Qəmər-i Munir-i Bəni Haşim, Babul Həvaic Həzrət Əbəlfəzl ağa hicrətin 26-cı ilində İmam Hüseyn əleyhissalamın 22 yaşı olanda dünyaya gəlir. Odur ki, 34-ü tamam eləyib 35-ə keçmişdi Kərbəlada şəhid olanda. İmam Hüseyn əleyhissalamın da 57 yaşı var idi. Yəni, o hesabla 22 üstə 35 gələndə məhz həmin 57 il özünü göstərir. Deməli, Qəmər Munir Bəni Haşim Əbəlfəzl ağanın mən qeyd etdiyim kimi çox danışmaq niyyətində deyiləm. Həm də olsun qonaqlarımız gəlib çıxıblar və mən sözümü xülasələşdirəcəm ki, bu gün bayramdır, mövluddur, onların gözəl səslərinə sizlər təki mən də müştaqam. Qəmər-i Munir Bəni Haşim ağanın anası ilə ki izdivac elədi, çox iffətli xanım idi. Bir kəlmə deyib mən sözümü bununla da bitirirəm. Demək, 4 oğul dünyaya gətirdi. Qəmər-i Munir Bəni Haşim ağa cavanlığından elə çox əzəmətli idi. Hətta deyirlər, İmam Əli əleyhissalam xurma bağında işləyirdi. Xəbər verdilər ki, oğlun dünyaya gəlib. Bir neçə yerdə
İmam Əli əleyhissalam sevinərək qaçıb, tarixdə o yerlərdən də biri Qəmər-i Munir Bəni Haşimin dünyaya gəlməsini eşidəndə idi. Çünki qardaşı Əqilə söyləmişdi ki, mənə elə bir xanım seç ki, fətəlidə liğulamən farisən, mənim üçün qüdrətli övladlar dünyaya gətirsin. Deyir, İmam Əli əleyhissalam gəlib çatır, o qundaq, o körpədir də təzə dünyaya gəlib. Anası Fatimə çox iffət, ədəb sahibi olub. İnan, bu xanımın barəsində oxuyanda o qədər ədəbli olub. Allah bunun iffətindən bizim xanımlara, qız balalarımıza nəsib eləsin inşallah. Onun ədəbindən bir dənə bu kəlməni deyim, bu hissəsinə keçim. Deyir, təzə gəlmişdi evə. İmam Əli əleyhissalam onu öz adı ilə çağırardı, Fatimə deyərdi. Deyir, onun adını Fatimə deyəndə İmam Həsən, İmam Hüseyin, Zeynəb, o balaca Gülsüm analarının adını eşidib hərəsi evin bir küncünə, anaları yadına düşüb qəmgin olardılar. Bunu görən iffətinə, ədəbinə qurban xanım gəldi, dedi, ya əmirəl-müminin, ya Əliyyyə ibn Əbi Talib, ay möminlərin əmiri. Dedi, bu gündən məni Fatimə deyə çağırma, məni öz adımdan çağırma. Dedi, niyə? Dedi, sən mənə Fatimə deyəndə Həsən, Hüseyin, Zeynəb, Gülsüm qəmgin olur. Mən bu evə analıq etməyə yox, kənizliyə gəlmişəm. Fatimənin balalarına kəniz olmağa gəlmişəm. Gör, nə qədər mərifət sahibi olur. Deyir, mən Fatimənin balalarına kəniz olmağa gəlmişəm. Ona görə bu gündən onlar məni Ümmülbənin, bu uşaqların anası, bu balaların, bu körpələrin anası. Bax iffətə, bax əzəmətə. Belə bir xanımdan elə belə igid, cəsur, qəhrəman övladlar, vəfadar, ələmdar, Kərbəla dünyaya gələr də. Deyir, Əmirül-Müminin Əli əleyhissalam, Allah övladı olmayanlara elə bu gecənin Həzrəti Əbəlfəzl, o Babül Həvaic ağanın hörmətinə gözəl pay verməklə onları sevindirsin inşallah. Deyir, anası Fatimə Ümmülbənin o körpəni İmam Əli əleyhissalama təqdim eləyəndə o balaca uşaq olmasına baxmayaraq qolu o qundaqdan, belə deyək də, o qundaqdan kənara düşür. İmam Əli əleyhissalam baxır, görür ki, körpə olsa da iri əlləri var, iri qolları var. Deyir, bağrına basır və orada gözləri dolur, başlayır ağlamağa. Fatimə Ümmülbənin deyir, ya əmirəl-müminin, olmaya övladımız qüsurludur deyə ağlayırsan? Dedi, yox, Rəsulullah mənə bu xəbəri verib. Bir gün gələr Aşura günü Kərbəla çölündə bu uzun əllər, qollar Hüseynə qurban olar, qət olar. Deyir, orada Ümmülbənin o 3 balasını, o 4 Həzrət Əbəlfəzlə ki balası vardı, hələ 3 balası dünyaya gəlməmişdi. Deyir, o körpə balanı Həzrəti Qəmər-i Munir Bəni Haşim Əbəlfəzl ağanı aldı əlinə, bağrına. Deyir, İmam Hüseyin də yanındaydı. Deyir, pərvanə Şamın başına dolanan təki onun başına dolandı. Dedi, ya Əli, özüm balam, nə balam olsa qurban olsun Hüseynə. Belə bir iffətli bir qadın idi. Məhz bu əzəmətdə, bu iffətdə xanımdan Qəmər-i Munir Bəni Haşim ağa dünyaya gəlmişdi. Hətta Suffin müharibəsində 15 yaşı var idi. Amma onun qarşısına çıxacaq bir qəhrəman yox idi. Həmd olsun, biz belə əzəmətli şəxsiyyətin, düzdür imam olmayıb, amma məsum imamlarımız ona salam verəndə Əssəlamu aleykə əyyuhəl əbdus salih, salam olsun
salih qula. Salih də o məqamdır ki, Allah insandan razı qalar, insan da Allahdan razı qalar. Ona görə əbd-i salih deyə məsumlarımız ona Əssəlamu aleykə əyyuhəl abdus salih əl-muti'u lillahi və li rəsulihi. Salam olsun Allahın o salih bəndəsinə ki, həm Allaha itaət eləyib, həm də onun rəsuluna və imamına da ki, vəfadar olub, ələmdar olub. Allah bizi heç zaman Əhl-i Beytdən ayrı salmasın inşallah. Əlbət ki, bunlar sevinç gözyaşıdır, mövluddur, mən istəməzdim, amma bəzən görürsən, elə həmişə gözyaşı kədər üçün olmaz. Allah əskərlikdə olan cavan balalarımızı, övladlarımızı sağ-salamət qaytarsın atalarına, analarına. Görsən, övlad qaydanda ata-ana özündən ixtiyarsız ağlayır. Ya bəzən görsən, atanın, ananın arzusu budur ki, qız övladı ailə qursun. Amma ailə qurub evdən çıxanda görsən, video kadra almaq üçün deyirlər bir ürək sözüdür, dolumsunur, ağlayır, amma heç bir söz də deyə bilmir. Amma o göz yaşı kədər deyil, o sevincdir. Allah bizi daima Əhl-i Beyt əleyhimussalamlara həqiqi xidmət edənlərdən qərar versin. Allah onların nuru ilə yaşayıb, onların nuru ilə dünyasını dəyişməyi hər birimizə nəsib eləsin. Allah bu əzəmətli günləri bizlərə çox görməsin. Mən qeyd etdiyim kimi bizim burada Əhl-i Beyt məddahları, Hacı Möhəbbət Həbibi və Hacı Aydın əzizimiz və şairlərimiz, əzizlərimiz var. Kərbəlayı Əkrəm qardaşımız və Kərbəlayı Kazım əzizimiz. Allah hamısından razı olsun. İnşallah indi əzizimiz Kərbəlayı Möhəbbət əzizimiz həm yaşda böyükdür, həm də sənətdə maşallah xidmətləri olub. İnşallah birinci qardaşımız, əzizimiz oxuyar, onun ardınca Aydın oxuyar, sonra şairlərimiz şeir oxuyar, sonda ikisiləri də birlikdə də elə olsun ki, həm şeir, həm oxumaq rəngarəng olsun ki, nə siz yorulasınız, nə də ki, bunları çox yoraq. Peyğəmbər alıb, Peyğəmbərə səlavat. Nurani salavat Muhammed Ali Muhammedə xətm edək inşallah. Sallallahu Muhammedin və Ali Muhammed. Bayramımız mübarək olsun. Ağamız İmam Hüseynin, Əbəlfəzl Abbasın şəfaəti hər biruzə nəsibi qismət olsun. Hacı ağanın çox mübarək sözlərin vurdu, nəfəsin vurdu. Allah ömrünə bərəkət versin. Allah bizi bu qapıda qocatsın inşallah və hamılıqla gəlin gedəyin Əbəlfəz qapısına, İmam Hüseyn qapısına. Birinci Kərbəlaya gedəndə kimin qapısını ziyarət edirsiniz? Ay sağ ol. Əbəlfəzl Abbasın qapısına gəlirsiniz. Niyə? Çünki deyirsiniz ki, İmam Hüseyn buyurub. Gedin qardaşım Əbəlfəzin qapısına. Ondan sonra gəlin mənim qapıma ziyarət edin. Allah o qapıların dubara qismət eləsin bizlərə zuvvar olmaqlığın. Bismillahirrahmanirrahim. Ya Rahman o Ya Rahim o Ya Allah. Xilqət xəzinəsində mən alması sevmişəm. Yaman gülzarı seyredəndə gül yasi sevmişəm. Əvvəl Hüseyni qəlbidən yer vermişəm, sonra aşiqlər içirəm. Həzrət Abbasi
میشم آدو و قربانم ابوالفضل قبول حق آنان گر جان فداسیم آقامون غره غلامی کمین با vefasıyam ağamın Ucalmışam kapısında başım ağardıkcan Ucalmışam kapısında başım ağardıkcan Canında var ne kadar can fədasıyam Sizə mənim canım qurban. Özlərinizdən, sözlərinizdən məndən inşallah köməkli eləyəcəksiniz. Candan nə qədər can var, can fədasıyam ağamın. Əbəlfəzdən deyirəm, yenə də Əbəlfəzdən deyəcəm, amma bu çox gözəl sözlərdir. Ya Əbəlfəz, aduvi virdi zəban eyləmişəm. Özümə dərgahı kəhf و əman eyləmişəm Səsləyəndə aduy qəlbim əsib Can demişəm can Əbəlfəz, can Əbəlfəz Səsləyəndə aduvi qəlbim əsib can demişəm Yüzümün zinətini eşq-i rəvan eyləmişəm Kim deyib mənzili yarinə nişandan tapısan Bura bax Demişəm pərçəmi Əbbasi, ələmi Əbbasi nişan eyləmişəm eyləmişəm Ey yüzü ayinəyi ağama qurban olur Ey yüzü ayinəyi Əli Şahi Nəcəf Kalbini aduam Ben ayinədən eyləmişəm Dərdimi namə kimi yazdıqcan ağlamışam Sənə bu göz yaşımı namə rəsan eyləmişəm Sen olan yerde ağa derdimi əğyara demem Sen olan yerde ben derdimi nədir mən kimlərə deyim Sen olan yerde ağa derdimi əğyara demem Özgələrdən odur bu derdim nihan eyləmişəm Əbəlfəz derdi derd üstə yığıb Gözləmişəm dəstə gəlib Dərdi dərd üstə yığıb Gözləmişəm dəstə gəlib Yapışıb pərçəmimi Onda əyan Eyləmişəm Eyləmişəm Fərzənd şəhən شاه دلارادی ای آینه عشقیده پروادی Əbəlfəz adı və qurban olum Firdevsi buyurmuş vəli əfsanədi Rüstəm Rüstəmləri heyrətdən qoyub Fatih Əlqəm Diqqət eləsin şair məddah müəmməm Əbbas Əbəl qudrətü valadı müsəlləm Çox görməli daş var Vəli əlmas bilməz Min Rüstəm dastan gələ Ola bilməz Ola bilməz İndi Əbbas'a
عباس نه عباس قد پنجه و خوشخو ابرولر شمشیر و کمان شکل و دو پهلو تعریف ابوالفضل کفایت فقط بوه نه وزن eylemeyen gayretinin yoktu terazu İksiri edep sahibi takvadır Az gayret özü bir katredir deryadır Gayret özü bir katredir deryadır Ebu'l-Faz Ebu'l-Faz can Ebu'l-Faz can Ebu'l-Faz Ebu'l-Faz can Ebu'l-Faz can Ebu'l-Faz Kalem kollar ve kurban Ebu'l-Faz Kalem Ebu'l-Faz can Ebu'l-Faz can Ebu'l-Faz Ebu'l-Faz can Ebu'l-Faz can Ebu'l-Faz Kalem kollar ve Kalem kollar ve Ey sahibi kerem Abbas Ey sahibi kerem Ey sahibi kerem Mehtab harem Mehtab harem Aç kanlı gözün Abbas Aç kanlı gözün Abbas Dur yahtı elem Dur yahtı elem Dur yahtı elem Ağamız ruhu pakine ucalı bir salavatla yad elə İmam Hüseyin'den bir kəlmə deyim Ama bir Allah bizdə Xəlilə əmi vardı Çox gözəl qəsidəxan idi Onun bu hədisi vardı Mən istəyirəm deyirəm sizə Rəvayət eyləyir ravin Ki bir gün sahibi Me'rad Mədinə məscidində əyləşmişdi Əhl-i Beyt-ü sərməstər Mədinənin məscidində cəmaat hamısı əyləşib Peyğəmbər də mənbərdə əyləşib Buyurdu ya Həsən Gəl al bu ahuni Gedin oğlum Hüseyni ilə Edin öz qəlbüzi məzhər Peyğəmbərin qucağında bir dənə ahı balası Vermiş gəldi verdi İmam Həsənə Dedi gedin Hüseynlə Oynayın bu ahı balası ilə Gedin oğlum Hüseyni ilə Edin öz qəlbüzi məzhər Alıp ahuni ağuşa gelirdi yol derun yekta Ki nagah yolda kardeşi gelip ol şafeyin mahşer Gördü İmam Hüseyin gelir yavaş yavaş Dedi Hasan hardaydı bu ahu Kardeş hardaydı bu ahu Dedi lütfeyleyip ceddim Cenab-ı Hatmi Peygamber Buyurdu bize ceddim Gedin oğlum Hüseyin ile Edin öz qəlbüzi məzhər İndi sizcə İmam Hüseyin razı olar bir dənə ahuya Gör neynədi Dedi bir ahuya şərik olmam Gedib cəddimdən allam Özgə ahum mən bərədər Gəlib oradan məscidə cəddinə ərz etdi Salam olsun Sənə ey sahibi Me'rac həm mənbər Hasan kardeşime bir ahu lütfedibsen Ya Cədda Mənim də könlüm bir ahuya gazal istər Ay sana kurban olaram Hasan'a sen bir ahu vermişsən ya Resulallah İndi mənim də könlüm bir ahuya gazal istər Mənim də könlüm bir ahuya gazal istər Buyurdu ol Şahim Mahmud Peygamber buyurdu daha cəddində yok Hüseyin Be hakkı Haliku Ekber Daha cəddinin ahusu yoktu Hüseyin Eşitcəgin bu sözü Hüseyin İsterdi üzə töksün sereş götər İstedi ağlasın İmam Hüseyin Nəvədir də ona deyəsən yoktu ağlayacaq da Eşitcəgin bu sözü Hüseyin İstirdi üzə töksün sereş götər
ki nagah gördü Peygamber dəgün bir-birinə məscid. İki ahı bərabərdən gəlir üçün şəhnəşi üçün sər. Bir salavat-ı qərra. Gördü iki ahu məscidin qapısından girdilər içəri. İki ahu bərabərdən gəlir üçün şəhnəşi üçün sər. Gəlib oradan məsciddən baxdı Hüseynin ruxsarına. Sual etdi ol şah-ı rəhbər. Nə dedi Peyğəmbər? Ey ahu, bəs nədən əvvəl Hüseynin üzünə baxdın? Gəldin oradan, girdin içəri. Ey ahu, qaça-qaça gəldin İmam Hüseynin üzünə baxdın. Niyə Hüseynin üzünə baxdın? Ey ahu, bəs nədən əvvəl Hüseynin üzünə baxdın? Ona səni bu baxmağın özün qıl zahir o məzhər. Dedi, ya Resulallah, çölləri seyr edirdim, birdən qulağıma hatifdən səda gəldi. Ey ahu, mənim Peyğəmbərimin balası ahuya qəzal istəyib məndən İmam Hüseyin ağa. Göydən bir hatifdən səda gəldi. Ey ahu, özün yetir Peyğəmbərimə, onun balası Hüseynə. Əgər Hüseyin ağlasa ağlarlar bu məlaiblər. Hüseyin ağlasa ağlarlar bu məlaiblər. Adı və qurban Hüseyin, adı və qurban Hüseyin. Mən əzəldən nur-i paki Mustafa'ni sevmişəm. Mən əzəldən nur-i paki Şah-ı Merdan şir-i Yezdan Murtaza'ni sevmişəm. Yezdan Murtaza'ni sevmişəm. Mən əzəldən nur-i paki Mustafa'ni میشم. شاه مردان شیر یزدان مرتضی میشم. شاه مردان شیر یزدان مرتضی میشم. yok benim canımda korku ateşin iraniden. Hem Hasan hem de Hüseyin'i Kerbela'yı sevmişem. Hem Hasan hem de Hüseyin'i Kerbela'yı sevmişem. Şah-ı Merdan şir-i Yezdan Murtaza'ni sevmişem. Şah-ı Merdan Yezdan Murtaza'ni sevmişem. Rahnumadır cümle iman ehline Zeynul ibad. Rahnumadır cümle iman ehline Zeynul ibad. Baqiru Cafer Musa Emrizani sevmişem. Baqiru Cafer Musa Emrizani میشم. شاه مردان شیر یزدان مرتضی. شاه مردان شیر یزدان مرتضی. هم تقیدر هم نقیدر هم حسن العسکری. هم تقیدر هم نقیدر هم حسن العسکری. آیمان ای فضولی صدقیلن صاحب زمانی sevmişem. Ey Fizuli sidgilen sahip oni
sevmişəm. Hüseyin'dir iftikarimiz, Hüseyin'dir iftikarimiz, Hüseyin'dir etibarimiz, Hüseyin aziz Fatıma, Hüseyin Hüseyin şuarimiz, Hüseyin Hüseyin şuarimiz. Ya Hüseyin, ya Hüseyin, ya Hüseyin şuarimiz. Hacı deyirsən bir yerde bir şey diyək. Ondan sonra bir şey diyək. Axırda deyirəm bizim bir şey olacaqmış. Allah değerli hacımız, bizim həqiqi ustadımız, Allah ömrünə, səsinə, elminə bərəkət versin. Hacı Mühəbbət Həbibi və değerli alimimiz Hacı Eldayaq, Allah ömrümüzə, elmimizə bərəkət versin inşallah. Biri-birindən əziz qonaqlar, biri-birindən değerli İmam Hüseyin Əhlibeyt qonaqları. Allah bu məclisdən ki, məclis sahibi İmam Zamandır, Allah bu məclisdən bizləri əliboş çıxanlardan eləməsin. Gözəl Əhlibeyt şairlərimiz buradadır. Allah hər birindən razı olsun. Şeir deməyəcəm, amma hacı deməyəcəm deyib 2 dənə də beyt var ki, mənim o qədər xoşum gəldi. Bugün Ustad Kəlamidəndir. Buyurur, verin əhrara xəbər, gəldi Hüseyin İbni Əli. Verin əhrara xəbər, gəldi Hüseyin İbni Əli. Cəbrail ərşi bəzər, gəldi Hüseyin İbni Əli. Yandırın udi nəzər, gəldi Hüseyin İbni Əli. Bağlayın babi səfər, gəldi Hüseyin İbni Əli. Bu gecə sevvim-i Şabandır, mübarək gecədir. Hər mübarək gecədən bu gecə üşaq gecədir. O həmən yarəli dillərdə olan haqq gecədir. Sevinir göydə mələk, gəldi Hüseyin İbni Əli. Hacı buna bax, Heydərə müjdə verin, mokəb ehsas gəlir. Ya Əli can, bax, ya Əli can, 2 oğlun dəmə həssas gəlir. Bu gecə gəldi Hüseynin, səhər Abbas gəlir. Bəh, bəh, bəh. Heydərə müjdə verin, mokəb ehsas gəlir. Ya Əli can, 2 oğlun dəmə həssas gəlir. Qoy belə deyim də, dün gecə gəldi Hüseynin, bugün Abbas gəlir. Üz gözün huri öpər, gəldi Hüseyin İbni Əli. Cəbrail ərşi bəzər, gəldi Hüseyin İbni Əli. Allah bu cəmə Kərbəla nəsib eləsin, Beynül Hərəmeyn nəsib eləsin. Bir nurani salavat zikr elə. Allahümmə salli ala Ya Hüseynim, neynirəm sensiz olan sevdanı mən. İstemem mülkü Süleyman'ı, ne bu dünyanı mən. Neynirəm bağı behişti, cənnəti əlanı mən. Sen benim bağı behiştin, cennetimsen ya Hüseyin. Neynirəm bağı behişti, cenneti əlanı mən. Sen benim bağı behiştin, cennetimsen ya Hüseyin. Mevla Hüseyin, 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 Mevla diyebilirim. Mevla Hüseyin, Mevla Mevla Hüseyin, Mevla beh 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 beh, Mevla Hüseyin, Mevla Hüseyin. Öyle bir cennet sen ey şah, yoktu vallahi benzeri. Əsğəri ay parəsi, nazlı Rüqəyyə Kövsəri.
var əbəl fəstək uca sərləşgərün hər iki dünyada fəxrim izzətim sən ya Hüseyn var əbəl fəstək uca qamətli bir sərləşgərün hər iki dünyada fəxrim izzətim sən ya Hüseyn Mevla Hüseyn Mevla Hüseyn Mevla Hüseyn Mevla Hüseyn Mevla elə bil beynül hərəmdəsən uca eşq ilə də görüm Mevla Hüseyn La Hüseyn Mevla Hüseyn Mevla Hüseyn düşəndə bəlaya dönən Ya Hüseyn düşəndə bəlaya dönən Ya Hüseyn dolan Kərbəlaya dönən düşəndə bəlaya dönən Ya Hüseyn dolan Kərbəlaya dönən Ya Hüseyn bizə bu adı əhli raz öyrədib Həmən madəri sərəfraz öyrədib Qılanda namazım namaz öyrədib Verəndə südüm birdən haz öyrədib Əlin aç duaya denən Ya Hüseyn dolan Kərbəlaya denən Ya Hüseyn bəh Hacıcan, Hacı bizim ustadımızdır. Mən ondan icazə ilə oxuyaram hər yerdə. Qoyan adını nökəri Şahuddin Gərək hər şərait ola müttəqin Hüseynilərin boynunda vardı din Gəlin səsləyək cani dildən Hüseyn gələn eyləvaya denən Ya Hüseyn dolan Kərbəlaya denən Bəh 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 Ya Hüseyn deyən dülvə qurban Olaya sidqilə kim Hüseynə dəxil Hərə bir müşkillə, hərə bir hacətlə gəlib də İmam Hüseyn qapısına Çox da görmüşük bu məclislərdən O müşkülünə çarə tapıb, dərdinə dəva tapıb Allaha da çox şükür gedib İndi biz elə bir dənə yerə gəlmişik Üzr istəyirəm böyüklərdən, alimlərdən Bizi bir nəfər o vəzifəli, yüksək rütbəli kim olur olsun Dəvət eləsə Adətən neynərik, geyinərik, keçinərik, gedərik Hələ bir həftə, 10 gün, 20 gündə deyərik ki Bizi filan kəs ad gününə çağırmışdı İndi and ola Allaha gərək biz elə bu məclisdən çıxandan hər yerdə gedək fəxrlə deyək ki İmam Hüseyn bizi öz doğum gününə çağırmışdı Həzrəti Əbəlfəz çağırmışdı Bundan gözəl dəvət var Heç yerdə yoxdur Allah bu məclisdən bizi əli dolu çıxanlardan eləsin Ola sidqilə kim Hüseynə dəxil Qəsəm nami Zəhraya olmaz xəcin Neçə möcüzə görmüşük biz hər il Bu dərgah edən hacət alıb çox əlin Ürəkdən deyib Ya Hüseyn əd-dəxil Düşən bəlaya dönən Ya Hüseyn dolan Kərbəlaya denən Ya Hüseyn düşən bəlaya denən Ya Hüseyn ey
aşıqan gəldi, eşqin ələmdarı, sultan-ı əhrarın, azadə sərdarı, Ferzənd-i bebaki Əmirəl-Müminan gəldi. Zeynəb gülümsündü, yədi Ümmül-Bənin gəldi. Ya Mövla, ya Abbas, canəm ya Abbas, canəm ya Abbas, canəm ya Abbas. De görün! Canəm ya Abbas, canəm ya Abbas. Ama bundan da uca, canəm ya Abbas. Ağuşuna aldı öz oğlanı Heydər, ağuşuna aldı öz oğlanı Heydər. Qurban dedi olsun Abbas'a aşıqlar, Sərvi rəvanın bağıbanı xolların öpdü, sildi silişkin sahi mərdan qolların öpdü. Sərvi rəvanın bağıbanın xolların öpdü, sildi silişkin şahi mərdan qolların öpdü. Canəm Əbəlfəz. Ya belə olmaz. De eşqinə de görüm. Canəm Əbəlfəz, Əbəlfəz. Zeynəb verib müjdə, ey nur eynim gəl. Zeynəb verib müjdə, ey nur eynim gəl. Didar Abbas'a tez gəl Hüseynim gəl. Canəm Əbəlfəz. Səni mən məzhər təqva tanıram ya Abbas. İnşallah əhsən deyən dilvə qurban. Arada desəz bizə də bir həvəs gələr. Allah sizi var eləsin. Elə bil Beynül Hərəmeyndir də, bir tərəfə üzümüzü döndərdük, üzümüzü dolandırdıq, ya Hüseyin dedik, gərək bir ya Abbasları da bir eşq ilə deyək. Mən bir şeir oxuyacam, deyəcəm, tanıram, sən də o ya Abbası eşq ilə desin, nə gözəl olar inşallah. Səni mən məzhər-i təqva tanıram ya Abbas. Bəh, bax istədiyim budur. Səni mən məzhər-i təqva tanıram, Ələvi hüsnü-bü əla tanıram. Əbi Abdillah Hüseyin, səndəki Əbdüssalih. Bəh, sözlərə diqqət eləyirsən. Adam şairlərin yanında oxuyanda bir ayrı məsuliyyət hiss eləyir. Allah sizə bərəkətli ömür versin, qardaşlarım. Əbi Abdillah Hüseyin, səndəki Əbdüssalih, sizi bir ruh, iki əza tanıram. Ya Abbas, sizə qurban olum, ədəbi ədəbi mərifətin aləmi heyran eləyib. Mən Hacı Eldağ kimi ustadlarımdan eşitmişəm. Həzrət Əbəlfəz nə qədər ömür sürdü, nə qədər yaşadı, heç vaxt qardaşım demədi. Həmişə Mövlam deyərdi, rəhbərim deyərdi, sərvərim deyərdi, imamım deyərdi, ədəb göstərərdi. Ədəbi mərifətin aləmi heyran eləyib, qətrəyəm mən səni dərya tanıram. Bəh, sizə qurban. Düzdür Ümmül-Bəninin oğlusan, amma səni məyən. İnşallah bu şeirimlə də tamam eləyəcəm. 2 bənd bir ifa səsləndirəcəm. Düzdür, onu Məhərrəm ayında Həzrət Əbəlfəzun oxumuşdum. Amma sözləri ağamızın şərafətindəndir, izzətindəndir. Elə burada mənlə də elə bilirəm hamı da əzbər bilir.
Amma bunu vurğulayacağam. Ümmülbənin xanım Kərbəlaya gələ bilməmişdi. Düzdür? Mən bir dənə ya Əbbas istəyəcəm hər kəsdən, digərlərindən də uca olsun. Amma sözə elə bilirəm ki, özün o eşq ilə də deyəsən. Düzdür, xanım Ümmülbənin gələ bilməmişdi. Amma ağam atdan yerə düşəndə bir xanım gəldi, onu bastı bağrına, sinəsinə bastı. Bax, o xanımın adı gələcək, bir eşq ilə sizdən ya Əbbası istəyəcəm. Düzdür, Ümmülbəninin oğlusan, amma səni mən xanə-i məhşər-ü Zəhra tanıram. Bəh, bəh, bəh. Düzdür, Ümmülbəninin oğlusan, amma səni mən xanə-i məhşər-i Zəhra tanıram. Abbas eşqə ələm darəm Hüseynə. De, hamı bilir eşq. Yine zəvvarəm, aşık zarəm. Belə oxuya baba. Eşqə ələm darəm Hüseynə. Hamı məddah olan. Hüseynə zəvvarəm, aşık zarəm. Aşık zarəm. De görüm. Aşık zarəm. Aşık zarəm. Eşqin əlifbasına qurban olum, vurduğu imzasına qurban. Bilirsən, de mənlə bərabər. Eşqin əlifbasına qurban olum, vurduğu imzasına qurban olum. Bəh, bəh, ədəbli Əbbasına qurban olum, çarədir hər dərdə dinən Əbbas. Ədəbli Əbbasına qurban olum, çarədir hər dərdə dinən Əbbas. Dərdə dəvasən, müşkül quşasən, dərdə dəvasən, müşkül quşasən. Ya Əbəlfəz, bir də görüm ya Əbəlfəz, qulaq as Əbbas, vəfalı qardaş. İndi bir yerdən mənlə bərabər eşqə ələm darəm Hüseynə. Ələm darəm Hüseynə zəvvarəm, aşık zarəm. Aşık zarəm. De görüm. Aşık zarəm. Aşık zarəm. Qulaq as. Namı mübarəkdir Əbəlfəzl ağa, hüsnü təbarəkdir Əbəlfəzl ağa. Bilirsən? Namı mübarəkdir Əbəlfəzl ağa, hüsnü təbarəkdir. Və sözə bax, sənə and verirəm. Təkdi ağam, təkdi Əbəlfəzl ağa. Bax o cavan mərdə denən ya Abbas, ya Abbas. Dərdə dəvasən, müşkül quşasən, dərdə dəvasən, quşasən ya Əbəlfəz. Bəh, 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 ya Əbəlfəz. Əbəlfəz, Əbbas, yaralı qardaş Əbbas. Bəh, 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 ya Hüseyn, sən Həbibi Xaliqsən, məzhəri eşqsən, həqaiqsən. Ağam, hacım, bizdə nökərliyə ləyaqət yox, sən ki mövlalığında layiqsən. Hamı pərvərdilər sənə aşiq, Hüseyncan, sən də pərverdigara aşiqsən. Allah bizləri İmam Hüseynə
həqiqi aşiq olanlardan qərar versin. Bir daha bayramımız mübarək olsun. Ustadlarımız, dəyərlərimiz, əzizlərimiz, şairlərimiz buyuracaqlar. Mən hacı indi bu dəqiqə gördüm, oxuduğum yerdə məni bu İmam Hüseyin qapısına yönləndirən atam da buradaymış. İndi gördüm, onu da təbrik eləyirəm. Allah sizləri var eləsin. Hacı buyurun. Hacı Əkrəm əzizimiz, ya Allah. Esselamu Aleyküm və Rəhmətullah. Allah Teala bizi bu dünyada Əhl-i Beytin ziyarətindən, ahirətdə şəfaətindən bir nəsib eləməsin. Bayramımızı təbrik edirəm. Ey vəfadar, nə gözəl əhdə vəfa eyləmisən. Ey vəfadar, nə gözəl əhdə vəfa eyləmisən. Hüseynin qəlbinə eşqinlə şəfa eyləmisən. O Əbəlfəzl onu tarix tanıyır qeyrət ilə. Kərbəlada sağ ikən müjdələnən cənnət ilə. Cırmısan zülmün əmannaməsini şiddət ilə. Məzlum imamın haqqını difa eyləmisən. Ey vəfadar, nə gözəl əhdə vəfa eyləmisən. Hüseynin qəlbinə eşqinlə şəfa eyləmisən. Sən Hüseyin eşqinə sadiq və vəfadarsan ağa. Sən sədaqətli olan hər kəsə meyyarsan ağa. Cəngin aslanı Əbəlfəzli ələmdarsan ağa. Hər iki qollarını dinə fəda eləmisən. Ey vəfadar, nə gözəl əhdə vəfa eləmisən. Hüseynin qəlbinə eşqinlə şəfa eləmisən. Saxtakarlar aça bilməz bazar eşq əhli üçün. Etməyin dünya ilə eşqi dar eşq əhli üçün. Göstərdin eşqə, şəhidlik də var eşq əhli üçün. Hüseynə eşqin ilə eşqə cəfa eləmisən. Ey vəfadar, nə gözəl əhdə vəfa eləmisən. Hüseynin qəlbinə eşqinlə şəfa eləmisən. Həmin o nurdur ki, o xəlq olundu Adəməcən. Həmin o nurdur ki, o ömr edib Muhərrəməcən. Təkcə can verməmisən Adəmdən Xatəməcən. Hər Allah elçisinin haqqını əda eləmisən. Ey vəfadar, nə gözəl əhdə vəfa eləmisən. Hüseynin qəlbinə eşqinlə şəfa eləmisən. Əkrəm, şeirdə haqqı sözdən ayrı salma cinən. Ey ilahi, bu nuru gözdən ayrı salma cinən. Bizi məşərdə Əbəlfəzdən ayrı salma cinən. Əhl-i Beyt eşqini sən qəlbə əta eləmisən. Ey vəfadar, nə gözəl əhdə vəfa eləmisən. Hüseynin qəlbinə eşqinlə şəfa eləmisən. Salavat zikr elə inşallah. Ey Xuda qurbanı, ey kanı səxavət ya Hüseyin. Səndədir dünyada ən üstün şərafət ya Hüseyin. Səhnə-i Kərbəlada hər kəsi heyran edib, canı canana verib etdin qiyamət ya Hüseyin. Ləvləri ətşan həqiqətdən difa etdin vəli. Zillətə baş əymədin, sənsən şücaət ya Hüseyin. Fəth edib milyon canı, cəm edib bir canidə. Bir həqiqət məktəbi qoydun əmanət ya Hüseyin. Həqqi öz qanunla izhar eyləyib aşiqlərin, qəlbinə həşk eylədin sonsuz məhəbbət ya Hüseyin. Qibləgahı qəlbimizsən, dərdlərin dərmanısən, həm səfasən, həm dəvasən, həm şəfaət ya Hüseyin. Nə ola bir gün qismət olsun kuyinə zəvvar olun. Əkrəmə ehsan elə, vəsl ziyarət ya Hüseyin. Bayramımız mübarək olsun. Allah hər bizdən razı olsun. Buyurun.
Assalamu aleykə. Əvvəla hamının bayramını təbrik edirəm. Allah bizi hər iki dünyada əhl-i beytdən ayrı salmasın inşallah. Peyğəmbər və ali Peyğəmbərə salavat zikr edin. Sənsən könüllərin sevdası ya Hüseyn. Eşqin sən olmusan dəryası ya Hüseyn. Ey canı Əhmədin, ey qanı Heydərin, bəh-bəh məqamə bax, Zəhradı madərin. Qur'anda surəyi Yasindir bənzərin, səndən gəlir onun mənası ya Hüseyn. Allahda ən uca, Allaha ən uca xidmət də səndədir. Sən cənnətin yolu, cənnət də səndədir. Əngüşnüma ilə nisbətdə səndədir. Heydər şücaəti fitrətdə səndədir. Xatəm şərafəti xislətdə səndədir. Hörmət də səndədir, izzət də səndədir, qüdrət də səndədir, qüvvət də səndədir. Sən qeyrət əhlisən, qeyrət də səndədir. Ey qeyrət əhlinin Mövlası ya Hüseyn. Aşıqlər hər biri səndən alıb dəyər. Allahı kim sevir, səndən verir xəbər. Qur'anı canlı kim təsvir edərsə gər, sənsən onun əsil siması ya Hüseyn. Ey ərşə nur saçan, ey şəms-i asiman, ey fərşə can verən, ey illəti cahan. Kazım nə yazdısa, eşq ilə hər zaman bəhs etdi səndən ər misrası ya Hüseyn. Bəhs etdi səndən ər misrası ya Hüseyn. Salavat zikr eləyək. Buna diqqətlə qulaq asaq. Bu günün bu gecənin əl yazmasıdır. Bunu mən Allahdan istəmişəm. Yəni özüm yaza bilməzdim bunu. Doğrudan da Allah böyük bir şey əta elədi. Bunu yazdım. Yox kimsə ola babi nisbətdə əbəl fəzlin, yox bənzəri təkrarı xilqətdə əbəl fəzlin. Ki Haşimilər ismin söylər qəməri Haşim, ay misli olub nuru surətdə əbəl fəzlin, ay nuruna qalmışdı həsrətdə əbəl fəzlin. O Babəl-əvaiddir, dərdün ola ərz eylə, vardır nəzəri hər bir hacətdə əbəl fəzlin, qüdrətini görən çoxdur ümmətdə əbəl fəzlin. Bunu yəqin ki, çoxumuz eləyirik bu beyti. Kim eləməyibsə bu gündən sonra eləsin, doğrudan da böyük bir şərafəti var. Hər kim ki su içdikdə zikr etsə onun adın, mehmanı olar bir gün cənnətdə əbəl fəzlin, cənnətlə alar əcrin əlbəttə əbəl fəzlin. Bir zərbəyə dağ boyda bir ləşkəri məhv eylər, var Heydərə oxşarı qüvvətdə əbəl fəzlin, var şir-xuda qanı fitrətdə əbəl fəzlin. O Allaha can vermiş, o Allaha can vermiş qeyrətli bir aşiqdir. Gəl aşiqidir amma qeyrət də əbəl fəzlin, qeyrətinə qalıb qeyrət, heyrətdə əbəl fəzlin. Kazım neçə illərdir ki, kərb-ü bəla istər. Hamımıza qismət olsun inşallah. Kazım neçə illərdir ki, kərb-ü bəla istər. Varsa hərəmin görmək qismətdə əbəl fəzlin, zəvvarı olar az bir müddətdə əbəl fəzlin, zəvvarı olar az bir müddətdə əbəl fəzlin. İnşallah hamımız zəvvarı olaq. Muhammed və Ali Muhammedə salavat zikr eləyək.
Gel hacı gel. Hacı gel sen de gel. Sağ olun. Allah bereket versin. Allah size can sağlık versin. Əhsən, əhsən. Nur Cemal Muhammedə ucalı salavat. Allah Ali Muhammed. gözəl sözləri yazan qardaşlarımızı xalqa çox görməsin. Onların da salamatçılığına salavat. Mən səni istəyirəm, sən deyəsən. Xoşa saadətimə sərvərim Hüseyn, sənsən. Həqiqətən də xoş bizim saadətimizə ki, bizim sərvərimiz, ağamız İmam Hüseynimiz var. Xoşa saadətimə sərvərim Hüseyn, saray cəngidə həm səngərim Hüseyn, غزل yağar nəfəsimdən çəkəndə pak aduvi, şikəstə bir qələməm cəvhərim Hüseyn. Vah vah, sənə qurban olum. Ay, soyulmuşam bəli sərrafı gənci tevhidəm, varım ilahidi simo zərim Hüseyn. Sən mənim varım ilahidi, amma simo zərim Hüseyn sənsən. Bu söz ondan da. Dəlili var, ətəyimdən öpər Süleymanlar. Mənim ətəyimdən Süleymanlar öpər. İmam Hüseyncinin ətəyi belədir. Dəlili var, ətəyimdən öpər Süleymanlar. Niyə? Çün aşıqam sənə tac o sərim Hüseyn sənsən. Çün aşıqam sənə tac o sərim Hüseyn sənsən. Bura bax. İndi mənim gəmimi, bu qəmli gəmimi heç kəs batıra bilməz. Gör nə deyir şair. Məhalüdür dağdan geçti vücudimi qəm. Məhalüdür, heç kəs onu dağıda bilməz. Məhalüdür dağda geçti vücudimi qəm. Niyə? Çün 50 ildir mənim ləngərim Hüseyn sənsən. Çün 50 ildir mənim ləngərim Hüseyn. Sənə qurbanım, 50 ildir mənim 50 ildən çoxdur yaşım, amma 50-dən çoxdur, amma Maşallah sağlığımızdan elə İmam Hüseyn deyə böyümüş, amma diqqətlə bura çün. Çün 50 ildir mənim ləngərim Hüseyn sənsən. Yamanay dil açmamış bu sözü dildə əzbər eyləmişəm. Dil açmamış bu sözü dildə əzbər eyləmişəm. Sizin ürəyinizdən gələn sözdür mənim qiyamətəcən dilbərim Hüseyn, Hüseyn sənsən. Mənim qiyamətəcən dilbərim Hüseyn sənsən. Amma bu söz laf ağırdı ondan da. Ay, qanad açıb uçaram Cəbrail uçan yerdə. Mən qanad açıb, İmam Hüseyinci belədir, sənə qurban olum. Qanad açıb uçaram Cəbrail uçan yerdə. Vüqar ilə deyərəm, nə? Vüqar ilə deyərəm Şəhbərim Hüseyn sənsən. Ay aman, vüqar ilə deyərəm Şəhbərim Hüseyn sənsən. Hacım mənim, bu bəndə bax, bir dənə axırıncı bənddir, amma nə yazım, Allah. Xəlil olub yanaram, eşq odunda ta görəsən. Mən İbrahim Xəlil olub yanaram, Xəlil olub yanaram, eşq odunda ta görəsən. Pərim ki səhlidir, xay
xaç istərim Hüseyn. Sen benim külüm, kanadım nədir kül olsun, benim külüm də Hüseyn. Hüseyn, Hüseyn diyər. Benim pərim ki səhlidir xaç istərim Hüseyn. Sen Hüseyn, sensin. Səslərəm dildə mükerrer evin abad. Hüseyn ay adı diller ezber evin abad. Hüseyn Xələfi Heydər Səftər evin abad. Hüseyn harda var sen kimi rəhbər evin abad. Zəhra balası dərdimiz vardı dəva istəyirik. Hamının dilindən bir arzum var. Dərdimiz vardı dəva istəyirik. Eşqimiz vardı ağa hökmü şəfa istəyirik. Demirəm Məkkə və miqat-ı Mina istəyirik. And ola Zeynəbə biz Kərbəla istəyirik. Ağa, dərdimiz vardı dəva istəyirik. Eşqimiz vardı şifa istəyirik. Demirəm Məkkə və miqat-ı Mina istəyirik. And ola Zeynəbə biz belə istəməzlər ki, and ola Zeynəbə biz həla istəyirik. Hara cənnət ora bənzər evin abad. Zəhra balası yox ümidim öz ibadətlərimə dil sərdəm. Desək ki, namazla bir yerə gedib çıxarıq, yox. Orucla gedib çıxarıq, yox. Yox ümidim öz ibadətlərimə dil sərdəm. Sənə göz dikmişəm əmma ürəyim hor dərdəm. Zəhra balası yox ümidim öz ibadətlərimə dil sərdəm. Sənə göz dikmişəm əmma ürəyim hor dərdəm. Baxma ol zahidə, baxma ol zahidə, cənnətə xoşdur hərdəm. Ağa, cənnətə bir baxışın versəm əgər namərdəm. Bəh, bəh, sənin o əhsən deyən dili və eşqlə baxan gözlərinə qurban olum. Ustad, hacı, bizim bir ifamız var, Hamısı desin inşallah hamımız bir yerdə. O gün ki yazdılar camı bəla, Hüseynindir dalıcan səs gəldi ərşi xuda. Hüseynindir, Hüseyn əlində nə var? Haq yola fəda elib, onun mübarək adı torpağı təla elib. Torpağı təla yəni torpağı qızıl elib İmam Hüseynin adı. Ah Hüseyn firiştələrin dərdinə dəva eləyib. Şükuhi mənzilətun noh səma kimindir? Hüseynindir. Subur ol ey qələmim, bəsti kəşfi raz eləmə. Sözüvü pərdəli saxla bu qədri baz eləmə. Kəlimə de, yədi beyzaya çox da naz eləmə. Sənin əlində də sirri əsa Hüseynindir. Ay aman aman, behişti verdi Adem'e mekan Hudaya gafur. Allah verip behişti Adem'e eyleşip orada. Sevindi behişt evinde tapan da feyzi huzur. Özü için geçen kalıp birden nida geldi. Nida geldi ya Adem, bu ezaza olma çok mağrur. Niye?
Beheşt bağları baştan başa Hüseyin'indir. Hüseyin'dir iftiharımız, Hüseyin'dir etibarımız, Hüseyin aziz Fatıma, Hüseyin Hüseyin şuarımız, Hüseyin'dir iftiharımız, Hüseyin'dir etibarımız, Hüseyin aziz Fatıma. Sen dinen Hüseyin Hüseyin şuarımız. Bir de görüm. Hüseyin Hüseyin şuarımız. Hüseyin Hüseyin. Hüseyin Hüseyin Ovcu qəmdən güc almışam. Gör nə deyir? Kim qəmdən güc alar? Adam qəmdən güc alar, qəm adamı qocaldar. Amma bax, ovcu qəmdən güc almışam, adınla mən ucalmışam. Gəl ya Hüseyin qovma məni, qapında mən qocalmışam, qapında mən qocalmışam. Hüseyin'dir iftiharımız, Hüseyin'dir etibarımız, Hüseyin'dir iftiharımız, Hüseyin. Hüseyin Aziz Fatıma. Hüseyin aziz Fatıma, Hüseyin Hüseyin şuarımız, Hüseyin Hüseyin şuarımız. Yer yatar, tufan yatar, yatmaz Hüseyin'in perçemi. alemi imkan Yatar, yatmaz Hüseyin. Kim bizle beraber diye de görün. yer yatar. Alemi imkan yatar, Yatmaz Hüseyin'in perçemi. Kim məsti meykədəyi kərb-ı bəladi, yeddi göyü bir kavsəməyə satsa rəvadi. Kim məsti meykədəyi kərb-ı bəladi, yeddi göyü bir kavsəməyə satsa rəvadi. Hər şəxsi xumar etsə, hər şəxsi xumar etsə, hər şəxsi xumar etsə Hüseynin gözəl aldı. Bir çiğni onun mərvədin, bir çiğni səfaldi. Bir çiğni onun mərvədin, bir çiğni səfaldi. Səni ziba yaradan davərə eşq olsun Hüseyin. Səni ziba yaradan davərə eşq olsun Hüseyin. Zatı pakında olan gövhərə eşq olsun Hüseyin. Zatı pakında olan gövhərə eşq olsun Hüseyin. Seni erşe aparan şahbere eşk olsun Hüseyin. Səni ərşə aparan şəhbərə eşq olsun Hüseyin. Sən kimi âli məqam rəhbərə eşq olsun Hüseyin. Ya Hüseyin zikr eləyən dillərə eşq olsun Hüseyin. Ya Hüseyin zikr eləyən dillərə eşq olsun Hüseyin. Allah qəbul eləsin. Hacı. İnşallah dualarımızdan tamam ederiz ya Allah. İnşallah. Allah qardaşlarımızdan razı olsun. Bizi ənənəvi olaraq bir duayı fərəc oxuyuruq və sonra dualar eləyirik. İnşallah Hacı Möhəbbət əzizimiz, Kərbəla Vaqif qardaşımız və Hacı Aydın əzizimiz, Əhl-i Beyt şairləri Hacı Kərbəlayı Əkrəm və Məşədi inşallah bu il Kərbəlayı Kazım olar inşallah ki adın yazdırdı da bu şeiri ilə adın yazdırıb inşallah. Peyğəmbər alı Peyğəmbərə salavat-ı şerif.
بسم الله الرحمن الرحيم اللهم كن لوليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا وذليلا وعينا حتى تسكنه أرضك توا وتمتعه فيها تبيلا برحمتك يا أرحم الراحمين. İlahi Perverdigara dergahı açılan ellerimizi namus sinemize kaytarma. İlahi kalbimizde olan hacet ve metlebleri reva eyle. İlahi dini İslam'a kuvvet ver. İlahi bu meclisi bizlerden kabul olunmuş meclislerden kabul eyle. İlahi dilimizden la ilahe illallah Muhammedun Resulullah Aliyyun veliyullah kelimelerini alma. İlahi cümlemize helal minnetsiz ruziler nasip eyle. İlahi kalbimizdeki hacetlerden agahsan söylemeye ne hacet. Hacet ve metleblerimizi reva eyle. İlahi ağamız imam-ı zamanın zuhurunda tacil eyle. İlahi o Hazretin gelişiyle kalbimizi dünyamızı nura gərq eyle. İlahi cümle şehitlerimize rahmet eyle. Atalarına, analarına, ailelerine, balalarına sabr-ı eyyubi keramet eyle. İlahi gazilerimize şifaya acil merhamet eyle. İlahi esker belalarımızı ağla gelir gelmez hata belalardan amanda sakla. Allahümme eyyid dine ve ehle وانصر الإسلام وأهله واحفظ القرآن وأهله واخذل الكفر والنفاق وأهله بالنبي mutlak ve aleyh şehitlerimizin ruhu şad, ata-analarımızın ruhu şad. Bu mecliste emeği, zəhməti keçən, hakkı dünyasını değişen ruhlar şad. El-Fatiha ma'as-salavat. Peygamber, Ali Peygamberine salavat seçiliyək. Allahümme salli ala. İbadətlərimizin, dualarımızın, hacətlərimizin qəbuluna, günahlarımızın bağışlanmasına salavat seçiliyək. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Cəmiyyən şəhidlərimizi salavatla yad ediyək. Allah. Əsərlərimizin salamatlığına xatir salavat zikr eləyək. Allah. Allah.
Zindanlarda olan məhbuslar, müşriklərin həll olunmasına xatir salavat seçilməyinə. Dini İslam qurbatlanması, din düşmanlarının məhbuslarda olmalarının salavat seçilməyinə. Günahlarımızın bağışlanmasına, dualarımızın, hasretlerimizin qəbul olunmasına salavat seçilməyinə. Gelirəm sonra.